Epidemiologiya bölməsi 10-cu sinifdə olan materialdır. Səhifə 90-dan başlayır. Epidemiologiya elmi insanlar arasında müxtəlif yoluxucu xəstəlikləri və onların yayılma səbəblərini öyrənən elmdir. Bu elmin əsas məqsədi isə həmin bu xəstəliklərə qarşı profilaktik tədbirlərin hazırlanmasıdır. Epidemiologiya elmində lap qədim zamanlardan insanlar epidemiologiya elmində yoluxucu xəstəliklərə qarşı bəzən Misirdə birələrlə, gəmiricilərlə mübarizə aparırdı. Lakin epidemiologiya elminin yaranması haqqında iki nəzəriyyə vardı. Bu nəzəriyyələrin tərəfdarlarından biri epidemiologiya elminin banisi olan Hipokrat olmuşdur. Hipokratın fikrinə görə xəstəliklərin yaranma səbəbi üfnətli buxarların bataqlıq yerlərdə olmasıdır. Və Hipokrat aliminin elmi dərslikləri epidemiyalar haqqında 7 kitab, hava, su və ərazilər haqqında əsərləri günümüzə gəlib çatmışdır. Lakin ikinci nəzəriyyənin tərəfdarı isə Aristotel olmuşdur ki, Aristotel gizli varlıqlar adlandırılırdı. Yəni, o xəstəlik törədən canlıları gizli varlıqlar hesab edirdi. Daha sonra Antoni van Leeuwenhoek mikroskopun kəşfi ilə əlaqədar olaraq 19-cu əsrdə Robert Koch və Louis Pasteur tərəfindən yoluxucu xəstəliklərə qarşı bir çox praktik tədbirlər həyata keçirilmişdi. Epidemiologiya elminin inkişaf dövrləri. Bunları bilməliyik. Hansı inkişaf dövrləri var? Birinci, bakteriyaların kəşfinə qədərki dövr. Hipokrat və bir çox alimlərin araşdırılması, bir sıra infeksion xəstəliklərin öyrənilməsi, bir sıra infeksion xəstəliklərin epidemiyalarının öyrənilməsi. İkinci dövr bakteriya dövrünün ilk 10 illiyidir ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində epidemiologiya elminin tənəzzülü, mikrobiologiyanın formalaşdırılması və inkişafı. 20-ci əsrin əvvəlində isə intihab dövrü adlanırdı ki, intihab dövründə isə epidemiologiyanın elmi nəzəri cəhətdən əsaslandırılması. Müasir dövrdə isə epidemiologiyanın ümumi bir tibb elmi kimi inkişafı. Belə yadınızda saxlaya bilərsiniz ki, ikinci dövründə epidemiologiyanın tənəzzülü, üçüncü dövrdə epidemiologiyanın elm kimi nəzəri cəhətdən əsaslandırıldı, qəbul edildi. Yəni, sonuncu müasir dövrdə isə dördüncü dövrdə tibb elmi kimi epidemiologiya elmi inkişaf etdi. Epidemioloji metod və çərçivə aşağıdakı metodik üsullarla mövcuddur. Öyrənmə üsulları, təsviri qiymətləndirmə var, eksperimental, analitik və proqnozlaşdırma üsulu. Ən rahatı olan proqnozlaşdırma üsuludur ki, riyazi analizlərdən istifadə etməklə həyata keçirilir. Analitik üsulda isə xəstəliyin əmələ gətirən səbəblərin ehtimallarının yoxlanılmasıdır ki, uzun müddət ərzində, yəni yoluxmanın ən tipik səbəbi, şəraiti, forması, hazırda hansı xəstəliyin formalaşdırılması səbəbi öyrənilir. Yəni, analiz edilir. Adından da görsənildiyi kimi analitik üsul. Eksperimental üsul ilə müasir dövrdə peyvəndlərin, immunoglobinlərin, dezinfeksiya maddələrin keyfiyyət göstəriciləri və s. öyrənilir. Təsviri qiymətləndirmədə isə kəmiyyətcə daha çox yayılan, iqtisadi və sosial baxımdan mühüm dəyişikliyə səbəb olan xəstəliklər aşkar etməyə imkan verən üsuldur. Burada əsas bu çalışmalar içərisində ikinci çalışma diqqət cəlb edir. Epidemiyalara səbəb olmayan xəstəlikləri seçin. Epidemiyalara səbəb olmayan xəstəliklər dizenteriya xəstəliyidir. Daha sonra burada biz talasemiyanı deyə bilərik, hemofiliyanı deyə bilərik, Gichs xəstəliyini deyə bilərik, qastriti deyə bilərik. Çünki burada malyariyadır, vəbadır, malyariya vaxtilə pandemiyalar, epidemiyalara səbəb olub, vəba xəstəliyini deyə bilərik, vəbanı deyə bilərik. Bəli, dizenteriyanı da deyə bilmərik, dizenteriyanı da əlavə edək. Qızılca epidemiyalara səbəb ola bilər, məxmərək səbəb ola bilər, amma vərəm xəstəliyini də deyə bilmərik, epidemiyalara səbəb olmur. Talasemiyadır, hemofiliyadır, Gichsdir, qrip, bəli, səbəb ola bilər, qastrit, mədə-bağırsaq xəstəliyi səbəb ola bilməz, COVID-19 səbəb ola bilər. Epidemiyalara səbəb olmayan 3, 7, 8, 9, 11, 3, 6-dır. Səbəb olanlar isə malyariyadır, daha sonra vəbanı deyə bilərik, nazik bağırsaqda
xəstəlik türüdür. Su ilə yayılmış xəstəlikdir. Qızılcanı deyə bilərik. Məxmərək, bunları misal göstərə bilərik. Qrip xəstəliyini deyə bilərik və COVID-19 xəstəliyini deyə bilərik. İnfeksiya mənbələri və yoluxma mexanizmi. Ümumiyyətlə, infeksiya mənbəyi nədir? İnfeksiya mənbəyi hər hansı bir törədicinin yaşaması, çoxalması və toplanması üçün əlverişli olan bir təbii mühitdir. Və infeksiya mənbəyi insan da ola bilər, ibtidai heyvanlar da ola bilər, ali heyvanlar da ola bilər. Hətta ətraf mühitin abiotik amilləri, yəni torpaq, su, hava da ola bilər. Diqqətli olaq. Təbii ki, infeksiyalı torpaq, infeksiyalı su, infeksiyalı hava. Bunlar əzbər bilək ki, infeksiya mənbələri nə ola bilər? İnsanlar, ibtidai və ali heyvanlar. Yoluxucu xəstəliklər necə keçir? Yəni bu yoluxucu xəstəliklər ağcaqanadlar və mığmığılar vasitəsilə, sinotrop gəmiricilər vasitəsilə. Sinotrop gəmiricilər sim birlikdə antroposinsan, yəni insanla birgə yaşayan gəmiricilərdir. Məsəl üçün sıçandır, şovuldur, bunları deyə bilərik. Vəhşi gəmiricilərlə, milçəklər vasitəsilə, gənələr və birələr vasitəsilə, bitlər vasitəsilə yoluxan xəstəliklər. Bax, yadınızda qalsın, biri var xəstəliyin törədicisi, biri var xəstəliyi yayan mənbələr. Məsəl üçün, Taun xəstəliyini bakteriyalar törədir, amma yayanlar birələrdir. Həşəratlar sinfi nümayəndəsi olan birələrdir. Məsəl üçün, malyariya parazitini törədən malyariyadır, sporlar tipinin nümayəndəsi, ibtidai bir hüceyrəli heyvandır. Lakin malyariya xəstəliyini yayan milçəklərdir. Bax, bunlara diqqət yetirək. Törəcinin yoluxma mexanizmi necə idi? Törəcinin yoluxma mexanizmi yoluxmuş orqanizmdən birinci törəcinin ayrılması, törəcinin xarici mühitdə olması, yəni abiotik mühitdə olması, hava, qida, suda, yenidən törəcinin xarici mühitdən yenidən sağlam orqanizmə daxil olmasıdır. Buna bir adi bir misal deyəcəm. Məsəl üçün, qrip xəstəliyi. Qrip xəstəliyi olan bir insanda, yoluxmuş orqanizmdə qrip xəstəliyi damcı infeksiyalar vasitəsilə havada yayıla bilər. Həmin bu damcı infeksiyası vasitəsilə, hava vasitəsilə sağlam bir insan orqanizminə xarici mühitdən qrip yoluxur və digər insan artıq qrip xəstəliyinə yoluxmuş olur. Və bu köhnə kitabdan, indiki kitabda dəyişib. Siz də yeni kitablar bu PDF üzərində zəhmət olmasa oxuyun. Köhnə dərsi üzərində deyil. Hava damcı, vərəm, qrip və qızılcadır. Hava damcı deyə bilərik. Daha bu yolla yayılan xəstəlikləri təbii ki. Həzm yolu ilə vərəmdir, qarın yatalağıdır, üzr istəyirəm, vəbadır, qarın yatalağıdır, dizenteriyadır, dabaqdır. Əzbər bilək. Vəba, qarın yatalağı, dizenteriya, dabaq. Deməli, vərəm, qrip, qızılca, hava damcı infeksiyalarıdır. Məsəl üçün, çiçək damcı infeksiyasına misal göstərə bilərik. Təmas yolu ilə isə göbələk xəstəlikləri, qoturluq və Taun xəstəliklərinə misal göstərə bilərik. Transmissiv, bu testdə də düşmüşdü OTK suallarına, qan soran heyvanlar vasitəsilə malyariya, ensefalit, səpkili yatalaq. Malyariyanın nə idi? Qan soran ağcaqanadlar vasitəsilə, düzdürmü? Və transmissiv, bunu belə yadınızda saxlayın. M-E-S. Mes yadınızda saxlayın. Mel malyariyadır, M malyariya, ensefalit, isə səpkili yatalaqdır. Ensefalitin törədicisi viruslardır, bilirsiniz. Səpkili yatalağın törədicisi bakteriyalardır. Malyariya isə ibtidai bir hüceyrəli heyvandır. Qan soran heyvanlar vasitəsilə malyariya, ensefalit, səpkili yatalaq. Daha sonra əzbər bilmək istədiyimiz bu hissə olacaq ki, otaq şəraitində qızılı stafilokoklar 72 saat, difteriya çöpləri 11 saat, qrip virusu 4 saata qədər yaşaya bilər. Deməli, ən dözümlü bakteriyalar, otaq şəraitində dözümlü olan bakteriyalar stafilokok bakteriyalarıdır. Daha sonra difteriya çöpləridir. Ən sonda isə qrip virusudur ki, 4 saata qədər otaq şəraitində yaşaya bilər. Düzgün fikirləri seçin. Birinci baxaq. Gics ana bətində anasından dölə keçə bilər. Bəli, gics 3 yolla keçə bilər. Cinsi yolla, qan vasitəsilə ana bətindən dölə keçə bilər. Doğru fikirdir. Xarici mühitə davamlı, həyat qabiliyyətini uzun müddət saxlayan mikroorqanizmlər hava toz yolu ilə,
Bax, burada dayanıq. Bəli, xarici mühitdə davamlı olan, həyat qabiliyyəti uzun saxlayan, hava toz yolu ilə daxil olanlar yadınızda qalsın, bunlar bakteriyalardır. Xarici mühitə çox da davamlı olmayan törədicilər isə hava damcı yolu ilə ötürülür. Bunları virusları deyə bilərik. Doğru fikirdir. Bütün qan xəstəlikləri xəstə olan insandan sağlam insana qan köçürmə zamanı ötürülə bilər. Xeyr, yanlışdır. İrsi olan qan xəstəlikləri keçə bilməz. Məsəl üçün talasemiya olsun, misal hemofiliya olsun. Bunlar irsi qan xəstəlikləridir. Qan köçürmə zamanı keçə bilməz. 3 yanlışdır. Xəstəlik törədiciləri dəri və silikli qişalar vasitəsilə nüfuz edə bilər. Bəli, doğrudur. Qoturluq gənəsi xəstəlik daşıyıcısıdır. Biz keçmişik ki, qoturluq gənəsi daşıyıcı deyil, qoturluq xəstəliyi gənəsi məhz qoturluq xəstəliyinin törədicisidir, daşıyıcısı deyil. Ona görə doğru fikrimiz oldu. 1, 2, 4. İnsanlarda yoluxmaya səbəb olmayanları seçin. Ev iti quduzlaşıb, bəli, yoluxma baş verə bilər. Malyariya xəstəsi ilə eyni qabdan yemək yemək, bəli, ola bilər. Tələbə küçədə ətli hamburger yeyir, tələbə küçədə, bəli, yoluxa bilər. Balıqçı yaxşı bişməmiş balıq yeyəndə yoluxa bilər hər hansı xəstəliyə. Lakin asmalı xəstədə metro yanında dayanan adama tərəf öskürüb. Asmalı xəstəliklər keçici xəstəliklər deyil. Asma xəstəliyi bilirsiniz ki, keçici deyil. Ona görə səbəb olmayanlar 5 ola bilər. Bağırsaq infeksiyalarının mexaniki daşıyıcıları isə ən çox bağırsaq infeksiyaları mexaniki daşıyıcıları milçəklərdir ki, 90%-ə qədər bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. B variantı. Virus xəstəlikləri. Virus xəstəliklərindən bilirik ki, ən vacib olan bu epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür. Antropomorfoz və zoantropomorfoz. Antroponoz xəstəlikləri yalnız insanın tutula biləcəyi xəstəlikdir ki, poliomielit xəstəlikdir. Bilirik, poliomielit sinir sistemi xəstəliyidir. Onurğa beynin hərəki yollarını zədələyir. Zoantroponoz xəstəliyi isə heyvanlardan insana keçə biləcək xəstəlikdir ki, buna quduzluq xəstəliyini misal göstərə bilərik və yaxud da quş qripini də deyə bilərik. Viruslar hava damcı, təmas və qida və su vasitəsilə yoluxa bilər. Məsəl üçün, hepatit A virusunu bilirdik ki, qida vasitəsilə insan orqanizminə yoluxa bilər. Məsəl üçün, dəri və cinsi yolla, tənəffüs yolları, tənəffüs orqanları vasitəsilə, qaraciyər, göz, bağırsaq viruslarından da ayrılır. Dəri virusları insanda dəmrovlara, ekzema, saç və dırnaqların zədələnməsinə də səbəb ola bilər. Yadınızda qalsın, dəmrovdur, saç və dırnaqların zədələnməsidir, ekzemadır. Həm viruslar törədə bilər, həm də göbələklər törədə bilər. Qaraciyərin hepatit virusuna yoluxması qaraciyər hüceyrələrinin nekrozuna qurulmasına səbəb olur ki, hansı hepatitlərdir? A, B, C hepatit viruslarına yoluxma zamanı baş verir. Hepatit A dedik qida vasitələri ilə, hepatit B qan vasitəsilə, hepatit C də həm qan, həm də cinsi yolla yoluxa bilər. Gic İİV virusu tərəfindən törədilir. Diqqətli olaq. Bəzi virus xəstəlikləri bu günümüzə qədər də onların müalicəsi öyrənilməyib. Bilirik ki, insanın ümum sistemini dağıdır. Ən təhlükəli xəstəliklərdən biridir. Daha sonra biz burada kəskin reseptor virus xəstəlikləri var ki, bunlara diqqət. Kəskin reseptor virus xəstəliklərinə qrip və zökəmi misal göstərə bilərik. Yerli simptomlarla tənəffüs yollarının silikli qişasının zədələnməsini deyə bilərik. Bədən temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzəllərdə ağrı, qan tərkibinin dəyişməsi kimi simptomlarla müşahidə olunan virus xəstəliklərinə də rast gələ bilərik. Yenə deyirəm, ən vacib olan kəskin reseptor virus xəstəliklərini də misal göstərə bilərik.
Epidemiyaların qarşısını almaq üçün də viruslar üçün bir çox profilaktik tədbirlər görülür. Amma biz bilirik ki, virus xəstəlikləri insan immunitetini zəiflədir. Antibiotiklər birbaşa, diqqətli olaq, testlərə düşür. Antibiotiklər birbaşa viruslara təsir etməsə də, onların tətbiqi virusların infeksiyalarının ağırlaşmasının qarşısını alır. Yəni birbaşa təsir göstərmir antibiotiklər. Sadəcə infeksion xəstəliklərin ağırlaşmasının qarşısını almaq məqsədi ilə müəyyən olunur. Burada kəskin reseptor virus xəstəliklərini, bir də hansı simptomlarla özünü göstərir bunu deməlisiniz ki, burada bədən temperaturunun yüksəlməsi, zəiflik, damarlarda ağrılar, qan tərkibinin dəyişməsini misal deyə bilərik. Viruslar, bura misal desək, viruslar hüceyrəsiz həyat formalarıdır. Hüceyrəsiz həyat formalarıdır. Bütün viruslar zoallardan və nuklein turşularından ibarətdir. Təbii ki, nuklein turşularından birindən DNT tərkibli viruslar var, RNT tərkiblər. Bütün viruslar hüceyrə daxili parazitdir. Burada yazılmalı idi, hüceyrə daxili parazitdir. Bəli. Hepatit virusları qaraciyər hüceyrələrini, QİÇS virusları isə qanın, yəni immunitetlərimizin qan hüceyrələrini məhv edir. Tamamilə doğru. KRV viruslara, yəni kəskin reseptor virus xəstəliklərinə isə qrip, zökəm xəstəliklərini misal göstərə bilərik. Virusların əksəriyyətini diqqətli olaq, yalnız elektron mikroskopu altında görmək olar. Elektron mikroskopu altında virusları görmək mümkündür. Digərimiz xəstəliklər bakterial xəstəliklərdir ki, bakterial xəstəliklər bilirik ki, məsəl üçün qripdir, qızılcadır, viruslar törədir, lakin angina, vərəm xəstəliklərini bakteriyalar törədir. Bakteriyalar yalnız bir hüceyrəli olan mikroskopik orqanizmlərdir. Bakteriyalar insanda sinir sistemində, tənəffüs orqanlarında, həzm orqanlarında, qanda, dəridə xəstəlik törədən bakteriyalara rast gəlmək olar. Bakteriyaların törətdiyi xəstəliklər əzbər bilək bu hissələri: angina, faringit, meningit, daha sonra skarlatina, tetanus, taun, vəba, Sibir xorası, difteriya, vərəm, qarın yatalağını misal göstərə bilərik. Burada sadəcə diqqətli olaq. Meningit xəstəliyi, mən sizə dərsimizdə insan anatomiyasında keçəndə demişdik ki, meningit xəstəliyini həmi bakteriyalar, həmi viruslar, həm də ibtidai heyvanlar törədə bilər. Deməli, bakteriyalar, viruslar və ibtidai bir hüceyrəli heyvanlar da meningit xəstəliyini törədə bilər. Faringit xəstəliyini isə həm bakteriyalar, həm də viruslar törədə bilər. Diqqətli olaq. Bakteriya xəstəlikləri zamanı biz bilirik ki, zəhərlənmələr, toksinlər əmələ gəlir ki, və bakteriyalarda toksinlər iki cür olur: endotoksinlər və eksotoksinlər. Endotoksinlər nə deməkdir? Bax, bunları əzbər bilək bu hissəni. Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir ki, bunlar endotoksinlərdir. Yəni, bakteriya hüceyrəsi məhv olunduqdan sonra özlərindən zəhər ifraz etməsi endotoksinlərdir. Və endotoksinlər içərisində ən təhlükəsi olan meningit xəstəliyini zamanı əmələ gələn meningokok endotoksinidir ki, ən təhlükəlidir. Eksotoksinlər isə bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərlərdir ki, bunlar ektotoksinlərdir. Testlərə düşür. Endotoksinlər hansılardır? Eksotoksinlər hansılardır? Nə zaman, yəni eksotoksinlər baş verir? Bakteriyaların həyat fəaliyyəti nəticəsində. Bakterial xəstəlikləri müayinə etmək üçün bakterioloji müayinədən istifadə edə bilərik, seroloji müayinədən istifadə edə bilərik. Bakterioloji müayinədən istifadə edən zaman bakteriyaların da növünü müəyyən etmək lazımdır. Seroloji soldan isə bilirik ki, bakteriyaları əsasən bu qan zərdabında törəcinin aşkar edilməsidir ki, bu hissəyə əzbər seroloji sol vasitəsilə qan zərdabında törəcinin aşkar edilməsi yolu ilə həyata keçirilir.
Aha, və ilk dəfə yadınızda qalsın, bilirik ki, ilk klinik tətbiq üçün yaralı olan antibiotiki Alexander Fleming tərəfindən 1929-cu ildə yaradılmışdır və bu mən bildiyimə görə bunlar pensil göbələyi tərəfindən yaranan antibiotiklər idi ki, bəli, 2-ci Dünya müharibəsi zamanı bəzi əsgərlərin də həyatını xilas etmiş olmuşdu. Burada nəyi əzbər bilməliyik? İlk klinik tətbiqi üçün yaralı olan antibiotiki pensilini kim kəşf eləmişdir? Alexander Fleming tərəfindən. Hansı göbələk idi? Bu pensil göbələyini deyə bilərik. Aha, deməli antibiotiklər virusları sadəcə deyirik ki, antibiotiklər virusları sadəcə məhv etmir, onlara qarşı davamlı, yəni qarşısını alır ağırlaşmasını, amma bakteriyalara isə təsir edən antibiotiklər biz bilirik ki, vardı. Aha, bakteriyalarla bağlı düzgün fikirləri seçin. Bu çalışma 3 maraqlıdır. Gəlin baxaq. Bəzi bakteriyaların sporları qaynama və ya maye azot temperaturuna davam gətirə bilir. Bəli, doğrudur. Bakteriyaların dedik ki, özlərini əlverişsiz şəraitdən qorumaq üçün spor halında keçirirlər. Doğrudur. Bakteriyaların membranlı orqanoidləri yoxdur. Bəli, heç bir bakteriyalarda nə bir membranlı, nə iki membranlı orqanoidlər yoxdur. Bütün bakteriyalar heterotrofdur. Xeyr, bütün bakteriyalar heterotrof deyil. Çünki fototrof, hemotrof bakteriyalar da var. Bakteriyaların diploid xromosom dəsti var. Xeyr, yadınızda qalsın, bakteriyalarda haploid xromosom yığımına malik xromosom dəsti var. Mikroskop altında bakteriyaları ilk dəfə Antoni van Leeuwenhoek müşahidə etmişdir. Tamamilə doğru fikirdir. Yumru formalı bakteriyalar basillər, çöp şəklində olan bakteriyalar koklar adlanır. Əksinə yanlışdır. Bax burada yumru formalı olan bakteriyalar, bu cür bakteriyalar kok bakteriyalarıdır. Amma çöp şəklində olan bakteriyalar isə basillər adlanır. Yəni 6-da tərsinə verib, ona görə yanlış oldu. Deməli doğru fikirlərimiz oldu. 1, 2, 5 bunlar doğru fikirlərdir. Digər göbələklərin törətdiyi xəstəliklər. Aha, göbələklərin insana vurduğu ziyanlar həm zəhərləmələr ola bilər, həm xəstəliklər ola bilər. Yadınızda qalsın, mikoz nədir? Mikozlar nədir? Və bu testlərdə də düşə bilər. Mikozlar insan və heyvanlarda parazit göbələklərin yaratdığı xəstəliklər mikozlar adlanır. Və mikozlar daha çox parazitlər dəridə də yerləşir təbii ki. Lakin daxili orqanlarda da mikozlara rast gəlmək olar. Deməli, mikoz nədir? İnsan və heyvanlarda parazit göbələklərin yaratdığı xəstəliklərdir. Və daha çox daxili orqanlarda rast gəlmək olar. Zəhərləmələr isə maddələr mübadiləsi göbələklərdən ayrılanan toksinlər, zəhərlərdir ki, bunları deyə bilərik. Bu zəhərli göbələklər də ola bilər və yaxud da yeməli göbələklər vaxtı bitmiş ola bilər. Və biz bilirik ki, antibiotiklərdən istifadə edərək göbələklərə qarşı biz mübarizə apara bilərik və insan orqanizmin hər yerində göbələk xəstəliklərinə rast gəlinə bilər. Lakin əsasən onlar silikli olan hissələrdə, əsasən silikli, irinli olan hissələrdə, silik olan yerlərdə daha çox olur ki, bunlara qulaqda, burunda, göz və dərinin incə yerlərində göbələk xəstəliklərinə daha çox rast gəlinir. Məsəl üçün keçəllikdir, dırnaqdır, dəmirovdur. Bunları dedik, həm göbələklər törədir, həm də viruslar törədən xəstəliklərdir. Məsəl üçün dəmirov xəstəliyi dəri həddən artıq quruyur, qabarlar, ləkələr əmələ gəlir, bozumtul gümüşü rəngdə olur, hətta dəri sanki parafini və mumu xatırlatmış olar. İndi bu çalışma 2 maraqlıdır ki, burada göbələklərin törətdiyi xəstəliklər hansılardır? Hepatit təbii ki, viruslardır. Bruselyoz bakteriyalardır. Keçəlik. Keçəlik həm virus, həm də göbələklərdir. Bax, diqqətli olun. Saç qıran həm virus, həm göbələklərdir. Quduzluq xəstəliyi viruslardır. Geyts xəstəliyidir, virusdur. Dəmirov həm göbələklər, həm viruslardır, hər ikisi. Vərəm isə bakteriyalardır. Hepatit virusdur, bu isə bakteriyaların törətdiyi xəstəliklərdir.
Burada deyir ki, hansı göbələkdən xalq təbabətində xərçəngin müalicəsində istifadə olunur? Bu, mən bildiyimə görə tozağacı göbələyi, bir də çovdar mahmısı deyilən göbələk var ki, həmən göbələklərdən çay xərçəngində təbabətdə istifadə olunur. Bir hüceyrəli heyvanların törətdiyi xəstəliklər. Ən vacib olan, bax, xahiş edirəm, bunlara baxaq. Bir hüceyrəli heyvanların törətdiyi xəstəliklər. Bu mövzu bizə əsas lazım olan mövzularımızdan biridir. Bu şəkillərdə gəlin baxaq nədir? Bir hüceyrələrdə. Məsəl üçün, bir rəqəmi ilə, bax, bu göstərilən, bu birinci şəkil adlanır tripanosum. Tripanosum. Tripanosum bilirik ki, bir hüceyrəli heyvandır, qamçılar sinifinə aiddir. Tripanosum həm qamçılı, həm də qamçısız nümayəndələri vardır. Və tripanosomu yadınızda qalsın, insanda yuxu xəstəliyini törədir və keçiriciləri SSD-dir. Yoluxma yolları SSD milçəkləri vasitəsilə xəstəlik insanda yuxu xəstəliyini törədir. Baş beyin və onurğa beyinə daxil olaraq qan vasitəsilə baş beyinə və onurğa beyinə daxil olaraq orada güclü baş ağrıları, hərəkət pozuntularına səbəb olur. Hətta ölümlə də nəticələnə bilər. Digər şəkil, bu digəri dizenteriya amöbünü deyəcəm. İkinci şəkildir ki, dizenteriya amöbü insanın bilirik ki, yoğun bağırsağında yaşayır və dizenteriya amöbü ibtidai heyvandır. Sarkodinlər sinifinin nümayəndəsidir. Yalançı ayaqlara malikdir. Sista mərhələsində daxil olur insan orqanizminə. Sista mərhələsində tərk edir. Və hər sistası 4 nüvəlidir. Hər nüvədən isə 1-2 ədəd amöb əmələ gəlir. Yəni, testlərimizə bizim düşür ki, bir dənə dizenteriya amöbünün sistasından 4 ədəd yenidən dizenteriya amöbü əmələ gələ bilər. Yəni, bir sistamız 4 nüvəlidir. 4 nüvədən isə 8 dənə dizenteriya amöbü əmələ gəlmiş olar. Digər şəkil lambiliozdur. Lambilioz yenə bu da qamçılar sinifinə aiddir. Uşaqlar yoluxur. Lambiliozun diqqətlə şəkilə baxsaq, bax, bu üçüncü şəkildən danışıram. 4 cüt qamçıya, yəni 8 ədəd qamçıya və sorucu diskə malikdir. Əsasən insanın nazik bağırsağında yaşayır, lakin yoğun bağırsağına da keçərkən sistaya çevrilir və sista vasitəsilə xaric olunur. Lambilioz deməli əsasən uşaqlarda xəstəlik törədir, 4 cüt qamçıya malikdir. Digər sonuncu şəkilimiz isə leşmaniyalardır ki, bu sonuncu şəkil leşmaniyadır ki, leşmaniya insanda il yarası və yaxud da şərq yarası deyilən xəstəlik törədir. Daşıyıcıları dişi mığmığılardır. Və leşmaniozun da insanda verselyar, yəni daxili forması vardır ki, və bu zaman bədən temperaturu yüksələnir və bu zaman bizdə daxili orqanlarımızda, dalaq və qaraciyərdə bir çox zədələnmələrə rast gəlinir. Leşmanioz yadınızda qalsın, qamçılı və qamçısız da ola bilər. Bir qamçılı ola bilər. Bu şəkilləri tanıdıq, yəni bu şəkillər hansılardır? Bir hüceyrəli heyvanların törətdiyi xəstəliklər, diqqətli olaq, protozlar adlanır. Təbii ki, biz bunları demişik, bilirik, protozlar adlanır. Protozlar amibioz, lambilioz, malyariya, toksoplazma, tripanosom, leşmaniozdur. Yəni, bizə verilə bilər ki, aşağıdakı xəstəliklərdən hansı protozlara aiddir? Amibioz, lambilioz, malyariya, toksoplazma, tripanosom, leşmaniozu misal göstərə bilərik. Bir hüceyrəlilər insan orqanizmində hansı hissələrində, nahiyələrində xəstəlik törədə bilər? Bax, bu hissəyə diqqət yetirək. Müxtəlif toxumalarda, qanda da parazitlik edərlər. Bağırsaqda parazitlik edər. Ağız boşluğunda parazitlik edər. Sidik cinsiyyət orqanlarında parazitlik edər. Deməli, müxtəlif toxumalarda və qanda parazitlik edər. Bağırsaqda, ağız boşluğunda, sidik cinsiyyət orqanlarında parazitlik etmiş olar. Malyariya paraziti bilirik ki, sporlar tipinə aiddir. Malyariya paraziti vaxtilə pandemiya səbəb olan xəstəlikdir.
Əsas sahibi ağcaqanaddır, aralıq sahibi insandır və insanda bu da çox güclü bədən temperaturu yüksəlməsinə səbəb olur və insan qaraciyər hüceyrələrimizi dalağın ölçülərinin artması nəticəsində bizdə qan azlığı ilə müşahidə olunan xəstəliklərə səbəb olur. Digər xəstəlik isə toksoplazmadır. Toksoplazma bu hissədə verilib. Koksidikimlər sinifinə aiddir. Toksoplazmanın isə yadımızda qalsın, aralıq sahibi insan və istiqanlı heyvanlar, əsas sahibi isə ev yırtıcı heyvanlar, it, pişik və canavar və s. ola bilər ki, əsasən hamilə qadınlarda, immuniteti zəif olan qadınlar bu xəstəliyi ağır keçirir. Deməli, toksoplazma da koksidikimlər sinifinə aiddir. Malyariya da koksidikimlər sinifinə, hər ikisi sporlar tipinə aid edilmişdir. Burada da leishmaniyoz haqqında, xəstəliklər haqqında, tripanosom haqqında məlumat verilib. Davam edək parazit qurdlarla yoluxma. Bu bir hüceyrəli heyvanların törətdiyi xəstəlikləridir. Bəs parazit qurdlarda hansılardır? Parazit qurdların törətdiyi xəstəliklər helmintoz adlanır. Yadımızda saxlayaq. Parazit qurdların törətdiyi xəstəliklər helmintoz adlanır. Əsasən helmintlər yastı qurdlar və sapqurdlar tipində rast gəlinir. Yəni helmintizlərə əsasən yastı və sapqurdlarda rast gəlinmiş olar. Və helmint termininin müəllifi də Hipokrat olmuşdur. Bunu yadımızda saxlayaq. Helmint sözünün mənası qurd deməkdir. İnsan orqanizmdə 250-dən çox helmint növü də qeyd olunmuşdur. Və parazit qurdların törətdiyi xəstəliklər zamanı nə baş verirdi? Qəbizlik, ishal, köpmə, anemiya, əsəblik və s. Qəbizlik bağırsaq və öd axacaqları bağlana bilərsə, bu zaman qəbizlik baş verər. Təzələnmiş sulu nəcis ifraz oluna bilər. Köpmə nazik bağırsaqda iltihab nəticəsində ola bilər. Mədə və bağırsaqda iltihab nəticəsində ola bilər. Oynaq və əzəllərdə qurdların miqrasiyası zamanı oynaq və əzəllərdə ağrılar ola bilər. Allergiya zamanı qurdlar özlərindən iri molekullu maddələrin xaric etməsi nəticəsində, qidalı maddələrin parazitlər onları sorması nəticəsində qan azlığı yarana bilər, anemiya, tez-tez oyanmalar baş verə bilər. Yatarkən dişlərinin qıcaldılması, əsəblik, yəni özündən toksiki maddələrin buraxılması sinir sisteminin qıcıqlanmasına və yəni əsəbliyə mane ola bilər. Buranı da diqqətli oxumaq lazımdır. İnkişaf dövrü və yayılma yollarından asılı olaraq helmintlər 3 qrupa bölünür. Birinci helmintlər əlaqə təmas helmintləri, ikinci helmintlər geohelmintlər, üçüncü helmintlər biohelmintlərdir. Əlaqə təmas helmintlərə uşaq biz quyruğunu göstərə bilərik, insanda enterobiyoz xəstəliyini törədir. Geohelmintlərə insan askaritini və ankilostomanı misal göstərmək olar. Bunlar mütləq inkişafının müəyyən bir mərhələsini torpaqda keçirməlidir. Mütləq şəkildə. Biohelmintlər isə sahib dəyişməklə mürəkkəb inkişaf prosesi keçir ki, bunlara qaraciyər sorusunu, öküz soliterini misal göstərə bilərik. Qaraciyər sorusu insanda fasilyoz xəstəliyini, öküz soliteri isə teniyaxoz xəstəliyini törətmiş olur. Əlavə olaraq biohelmintlərə də exinokoku misal göstərə bilərik. Çalışmalara baxaq. Oynaqlarda baş verən ağrılar. Oynaqlarda baş verən ağrılar nə zaman baş verir? Qurdların miqrasiyası zamanı. Öd və bağırsaq yollarının tutulması qəbizlik xəstəliklərinə, bağırsaqlarda iltihab, bu zaman bağırsaqlarda iltihab köpməyə səbəb ola bilər, köpmə baş verə bilər. Tezləşmiş nəcis ifrası isə ishala səbəb ola bilər ki, mədə və bağırsaqlarda iltihab olur və bu zaman tezləşmiş nəcisə səbəb ola bilər. Hansı helmintlər soyuqdəymə əlamətləri olmadan davamlı olaraq quru öskürək yarada bilər? Bu maraqlı sualdır. Təbii ki, soyuqdəymə əlamətləri olmadan da insanda öskürək yaranırsa, insan askaritini və exinokoku misal göstərə bilərik. Buğum ayaqların törətdiyi və yaydığı xəstəliklər. Burada bizə əsasən düşür testlərdə buğum ayaqlar vasitəsilə, yəni yalnız buğum ayaqlar vasitəsilə yayılan xəstəliklər, bunu belə yadımızda saxlayaq. Demişdim ki, SMS,
Yəni səpkili yatalaq, malyariya, sarı qızdırması, həm boğum ayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər, tuan və tulameriya, T. Belə yadınızda saxlayın. Deməli, yalnız boğum ayaqlar vasitəsilə yayılan xəstəliklər, səpkili yatalaq, malyariya, sarı qızdırması, həm boğum ayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər isə tuan və tulameriyanı misal göstərə bilərik. Biz bilirik ki, müxtəlif növ gənələr var və gənələr bilirik ki, hörümçəkkimilər sinifinin nümayəndəsidir. Hörümçəkkimilər sinifinin hörümçəkkimilər dəstəsinə aiddir. Məsəl üçün, bu gənələrdən biz müxtəlif qoturluq gənəsini deyə bilərik ki, qoturluq gənəsi insanda qoturluq xəstəliyi yaradır. Və həmin bu xəstəlik də insanda gecə-gündüz saatlarında qaşınmaya səbəb olur ki, yadınızda qalsın, qoturluq xəstəliyinin yumurta qoyur, 2-3 yumurta. Həmin bu yumurtalarından isə kiçik 2-3 ədəd yumurtalarından kiçik sürfələr əmələ gəlir ki, burada sürfələri vasitəsilə həyata keçirilir. Və yadınızda saxlayaq, əlavə deyim ki, otlaq gənəsi var ki, otlaq gənəsi viruslar tərəfindən törədilən ensefalit xəstəliyinin yayılmasına da səbəb olmuşdur. Yeni kitabdan oxuyun, köhnə kitablarda olan vikamozit gənələrdir, qırmızı bədən gənələr lazım deyil. Tərslikdə nə verilib budur. Dermatit nədir? Bu termini diqqət eləyək. Kimyəvi və fiziki və bioloji təsirlərdən dəridə baş verən iltihabi prosesdir ki, bu isə dermatit adlanır. Birələr. Birələr bilirik ki, həşəratlar siniflərinə aid olanlardır. Birələr insanda hansı xəstəlikləri, ümumiyyətlə tək insanda yox, digər canlılarda da, bakteriyalarda, viruslarda, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Yəni, birələr bir çox bakteriyaların törətdiyi xəstəliklərin, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Və müxtəlif xəstəliklər törədir. Bəzi növləri qan sormadan 18-ə qədər yaşaya bilir. Qanla qidalanır. Yadınızda qalsın, birələr xəstəliyi tuan xəstəliyinin geniş yayılmasına səbəb olur. Tuanı törədən bakteriya idi. Qeydlərinizi götürün. Yayan isə birə idi. Həmin birədə isə hərəkət orqanlarının sayı maksimum nə qədər idi? 6 ədəd idi. Çünki qanadları yox idi. Bundan başqa tulameriya və qara yara xəstəliklərinin törədicilərini gəzdirir. Amma diqqətli olun. Birələr həm helmintlərin, həm protozların, həm bakteriyaların, həm virusların törətdikləri xəstəlikləri yayandır. Diqqətli olun birələrdə. Və burada bu birinci cümləyə diqqətli olun. İbtidailərin, yəni ibtidai nədir? İbtidai heyvanların, parazit qurdlar, helmintlərin, yəni sap qurdların, yastı qurdların və virusların və bakteriyaların və bilirsiniz ki, bu birələr vasitəsilə də yayılan bu tuan xəstəliyi də pandemiyalara səbəb ola bilər. Digər ağcaqanadlardır ki, ən geniş yayılmış növüdür. Ağcaqanadlar həşəratlar sinifinin içi qanadlar dəstəsinə aiddir. Bunların hərəkət orqanlarının sayı ağcaqanadların 8 ədəddir bilirik. Bunlarda 6 ədəddir. Və insanda tulameriya müxtəlif növ ensefalit xəstəliklərinin daşıyıcılarıdır. Tulameriya və ensefalit xəstəliyini. Hünnülər. Mığmığılar da deyilir ki, bunlar ən təhlükəsi olan dişi mığmığılarıdır ki, insanda bayaq dedik ki, leishmaniyoz xəstəliyini yayan məhz hünnüləri misal göstərə bilərik. Hünnülərdir ki, onlar da epidemiyalara səbəb olan xəstəliklərin daşıyıcılarıdır. Digəri bitlər. Bitlər səpkili yatalaq, völin qızdırması, qayı yatalağının törədicilərinin keçiriciləridir. Yadınızda qalsın, bitlərdə də hərəkət orqanlarının sayı 6 ədəddir. Səpkili yatalağı törədən bakteriyadır, yayan bitdir. Völin qızdırmasını mən bildiyimə görə bunu da törədən viruslardır. Yayan isə nədir? Bitləri misal göstərə bilərik. Və biz bilirik ki, bitlərdə də inkişaf nədir? Natamam çevrilmədir. Çünki pop mərhələsi yoxdur. Digər milçəklərdir ki, orqanizmdə 70 növə qədər mikroorqanizm daşıyıb müxtəlif xəstəliklərə səbəb olur ki, dizenteriya, qarın yatalağı, vəba,
poliomiyelit, difteriya, vərəm, qara yara, tuan və s. kimi xəstəliklərin yayılmasında əsas rol oynayan canlılardan biri də milçəkləri misal göstərə bilərik. Yoluxucu xəstəliklərə qarşı mübarizə. Yoluxucu xəstəliklərə qarşı mübarizə bir çox mübarizə tədbirləri vardır ki, qarşısını almaq üçün öncə infeksiyon mənbəyinə yönələn tədbirlər olmalıdır. Yoluxmanın mexanizmi müəyyənləşdirilməlidir. Həmin o infeksiya mənbəyi ilə təmasda olan şəxslərə qarşı tədbirlər görülməlidir. Ən vacib olan burada diqqət yetirdiyimiz dezinfeksiya, sterilizasiya, dezinseksiya. Bu MİQ imtahana düşmüşdü. Hətta mən özüm imtahan verilən ilisi düşmüşdü bu. Dezinfeksiya nədir? Xəstəlik törədicilərinin kimyəvi və bioloji preparatlarla məhv edilməsi dezinfeksiya idi. Sterilizasiya isə buxar və isti quru hava, qazlar və s. ionlaşdırıcı şüalar vasitəsilə aparılır sterilizasiya. Dezinseksiya isə yoluxucu xəstəliklərin törədicilərinin canlı keçiricilərinin məhv edilməsidir. Yəni, bu üçüncü mərhələ canlını canlı ilə məhv edilməsini misal göstərə bilərik. Yəni, xəstəliklərin qarşısının alınmasında peyvəndlərin də bilirik ki, böyük əhəmiyyəti vardır. Bəzi xəstəliklər var ki, insan öncədən peyvəndlər vurmaqla həmin xəstəliklərin qarşısını ala bilərik. Bu qədər epidemiologiya bölməmiz də bizim bu qədər.